neçə saat yerdə qalır, o saatlarda 5-dən hansı fəaliyyətləri görə bilər? Bu məsələ budur. 3-dən sonra mənim neçə saatım qalır, neçə saatım qalırsa 5-dən hansı fəaliyyətləri görə bilər? Bu səndə artıq planlaşmış olmalıdır. Planlama. 5-dən indi görürsən ki, saatım azdır. Əminliklə biləm ki, sizin 5-ləriniz bu dəqiqə çoxdur və 3-dən sonra yerdə qalan saatı siz o 5-i zaten çatdıra bilməyəcəksiniz. Düzdür. Bütün fərasət nəyin üzərində durur? Bu 5-dəki fəaliyyətləri gətirib, üstdəki fəaliyyətlərin içində görmək. Bu üçləri görərkən kənardan baxanlar səni o üçü icra edən yerdə görməlidirlər. Amma sən əlində 5-lə məşğul olmalısan. Elə də eləyə bilməyəndə zehnində 5-lə məşğul olmalısan. Onu bacarmaq lazım. Yox, bitir. Həbsi bitir. Yaxşı dostlar yorulmadı.